Şirkət açmaq təkcə yön almaq deyil. Bu 7 addımı etməsən cərimə ödəyəcək, problem qaçılmazdır və ya şirkət açanların 80% bu səhvləri edir. Sən etmədiyin indi deyirəm. Birinci, vergi uçotunu dərhal dur. Şirkət açdınsa ilk işin vergi orqanında uçota düşməksə, geciksən cərimə. Vergi uçotu bərabərdir biznesin başlanğıcı. İkinci, bank hesabı aç. Şirkətin şəxsi hesabla işləməsi risklidir. Mütləq hüquqi şəxsi hesabı aç. Bank hesabı bərabərdir rəsmi əməllər. Üçüncü, e-qaymə, e-faktura sistemini aktiv et. Satış edəcəksənsə elektron qayması mümkün deyil. E-qayma olmadan satış bərabərdir riskə. Dördüncü, kassa və boz terminalı məsələsini həll et. Nağd satış varsa kassa aparatı və boz terminalı şərtdir. Kassa aparatı bərabərdir qanuni satış. Beşinci, mühasibat sistemi qur. Sənədlər, xərclər, gəlirlər hamısı sistemə getməlidir. Sistem yoxdursa xaos var. Altıncı, işçi varsa əmək müqaviləsi dərhal. Müqaviləsiz işçi böyük cərimə. Əmək müqaviləsi bərabərdir qorunma. Yeddinci, hesabat təqvimini hazırla. Vergi və DSM tarixlərini bilməsən, gecikmə bərabər üstəgəl cərimə. Yeni biznes açmısansa bu videonu sev et. Dostuna da göndər ki, səhv etməsin. Sualların varsa şərhdə yaz. Təqvim bərabərdir cəriməsiz biznes. Yeni biznes açmısansa bu videonu yaddaşa ver. Dostuna da göndər ki, səhv etməsin. Sualların varsa şərhdə yaz.